Salam müəllimlər, hər vaxtınız xeyirli olsun. Mən Sofiya Həsənova. Sizə bu gün aprelin 15-də Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən təşkil olunmuş qiymətləndirmə suallar haqqında məlumat verəcəm. Yəni bunların hər birini ayrı-ayrılıqda təhlil edərək nəticəyə gələcəyik. Və bu sual sınaq əslində nə üçün təşkil olunmuşdu? Bilirsiniz ki, yaxın vaxtlarda bəzi bölgələrdə, rayonlarda təlimlər keçirilmişdi və o təlimin nə dərəcədə effektiv olduğunu müəyyən etmək üçün onunla bağlı belə bir sual sınağı olmuşdu və sınaqlar əslində düşünürəm ki, bazası olan müəllimlər üçün çox asan yerinə yetiriləcək səviyyədə idi. Çünki elə də çətin suallar deyil. Amma bazam varsa. Bazam zəifdirsə, əlbəttə ki, mütləq ki, səhvlərim olacaq. Bir də ki, müəllimlərin çoxu əsasən nədə səhv edir? Buna toxunmaq istəyirəm. Diqqətsiz yanaşırlar. Bax, əsasən bu hər bir yerdə belədir. Diqqətsiz yanaşıramsa testi mütləq ki, səhv edəcəm. Bu problemi aradan qaldırmaq üçün nə edək ki, biz sertifikasiyada və MİQ imtahanında 60 baldan 50 plus, 55 plus toplayaq. Ən əsası mən bir paylaşım etmişdim ki, hansısa sözlər olanda testdə bilin ki, o variant səhvdir. Yəni 99% halda o variant səhvdir. Amma diqqətli olmalıyam. İkinci məqam isə əziz müəllimlər, testi bir dəfə oxuduqdan sonra qayıdıb bir demalıyam. Bir dəfə oxudum, bir dəfə də anlamaq üçün qayıdıb oxumalıyam ki, görüm hardasa nəsə diqqətimdən yayınmayıb ki. Çünki bilirik ki, imtahan stresindən dolayı biz biraz həyəcanlı ola bilirik və yaxud diqqətsiz yanaşa bilirik və bu problem yaşanmasın deyə bir dəfə oxuyub, sonra qayıdıb bir də nəzər yetirirəm ki, diqqətdən yayınan hər hansı bir məqam olmasın. O zaman əlbəttə ki, mənim səhvlərim minimuma enəcək. Çünki çoxluq olaraq müəllimlər qeyd etdiyim kimi səhvi harda edir? Testi diqqətsiz oxuyur. Yəni hər hansı bir sözümü səhv anlayır, hər hansı bir belə deyim, məqama diqqət yetirmir və yaxud ümumiyyətlə məzmunu anlamır. Anlamır ki, testdə nədən bəhs olunur, əsas vurğu nədədir, bizdən nəyi tələb edir. Bax, bu cür hal yaşanmaması üçün testləri bir dəfə oxuduqdan sonra qayıdıb bir də oxumalıyıq. Və indi keçək testlərinizin təhlilinə və hər zaman nəticənizi, ümumiyyətlə məqsədinizi yüksək tutun. Heç vaxt deməyin ki, mən gedib sertifikasiyadan 30-da bal yığım, 35-də bal yığım mənə bəsdir. Xeyr, bizim məqsədimiz yüksəkdir. Çünki özümüzə inanırıq və hər kəsin düşünürəm ki, potensialı 60 baldan 50 plus, 55 plus yığacaq səviyyədədir. Bizə nə etməliyik? Məsuliyyətli olmalıyıq, hər bir mövzunu oxumalıyıq ki, testdə iki variant arasında qalmayaq. Çünki bu halda çox yaşanır. Düzdür, iki variant arasında qalmaq bu mövzuya tam hakim olmamaqdan qaynaqlanır. Bəzən bəli, testin özündə də səhv olur. Haqlısınız, razıyam sizlə. Hal-hazırda eşitməsəm də, amma bilirəm ki, ürəyinizdən bu keçir. Mütləq ki olur. Dövlət səviyyəsində testlərdə belə nadir halda da olsa mı olur. Yəni bir sualda mı, iki sualda mı səhv olur. Amma çoxluq olaraq testlər doğrudur. Amma müəllimlərdə doğru testlərdə iki variant arasında qalır. Yenə qeyd edim, yəni mövzuya tam bələd olmamaqdan qaynaqlanır bu da. Nə etməliyik? Hər bir mövzunu diqqətlə öyrənməliyik, oxumalıyıq, anlamalıyıq ki, sonra testləri asanlıqla işləyək və hətta 60-dan 60 toplayaq. Və deməli, birinci testdə deyir, tərbiyəçi müəllim 4-5 yaş qrupu ilə açıq havada hərəkətli oyun keçirir. Oyun zamanı iki uşaq tullanarkən yıxılmaqdan qorxur və oyundan uzaqlaşmaq istəyir. Yəni, qorxuram, risk etmək istəmirəm, istəyirəm ki, uzaqlaşım. Bu zaman tərbiyəçi müəllimin həm təhlükəsizliyi, həmçinin uşaqların özünə inamını qorumaq məqsədi ilə verəcəyi doğru qərar hansıdır, hansı addım atmalıdır, biz bunu tapmalıyıq. Və variantları oxuyuram. Məsələn, A variantında deyir ki, maneələr arasında məsafəni azaldaraq oyunun sadələşdirilmiş versiyasını təklif edir. B variantında deyir, oyunu dayandıraraq bütün uşaqları başqa fəaliyyətə yönləndirir. C-də deyir, uşaqları qorxunu aradan qaldırmaq məqsədi ilə oyuna qoşulmağa məcbur edir. D-də deyir, qorxan uşaqları müşahidəçi roluna keçirir və onları yerinə başqa uşaqları seçir. Yəni, müşahidə edəcəksən sən, səni oyundan kənarlaşdırıram, səni yenə başqa uşaq yerinə yetirəcək. Bu tapşırığa kimi yanaşmadayam. Düşünürəm ki, bunların hər biri səhvdir, amma indi yenə baxaq. Y variantı deyir ki, oyun zamanı uşaqlara daha sürətli tullanmağı tapşırır. Mən onsuz da qorxuram. Sürətləndirsəniz daha da qorxacam. Yəni, hətta travmalanacam demək olar. Onun ki, bu da səhv. Amma ki, misal üçün mən indi nəzər yetirdim, elə birbaşa anladım ki, burada A variantı doğrudur, düzdür. Birbaşa burada qalmalı deyiləm. Yenə sualların hamısını oxuyun ki, birdən də hər ehtimala gəlirəm, oxuyuram D variantını, görürəm bu da düz gəlir. Sonra qayıdaram A-nı oxuyaram ki, bu sözün əsasını diqqət yetirməmişəm. Bax, bu hal yaşamasın deyə əmin olsanız belə qayıdın bir də oxuyun, bir də sualların variantlarının hamısını oxuyun. Və o variantında maneələr arasında məsafəni azaldaraq oyunu sadələşdirilmiş versiyasını təklif etmək, ümumiyyətlə
mən prosesi uşaqlara uyğunlaşdırmalıyım. Bu hər zaman elədir. Məqsədi belə qarşıma qoyanda onu uşaqlar üçün əlçatan səviyyədə qoymalıyam ki, uşaqlar onu yerinə yetirə bilsin. Əks halda uşaqlar həm təhlükə ilə üzbəüz qalır, həm də özünə inamaz alır. Yəni motivasiyadan düşür, yerinə yetirə bilmir deyə. Burada da həmin hal yaşanır. İndi bu problemi aradan qaldırmaq üçün konstruktiv müəllim nə edər? Əlbəttə ki, maneələr arasındakı məsafəni azaldar. Bu zaman həm differensial yanaşıram, həm də təhlükəsizliyi təmin edirəm, yəni dəstəkləyici mühiti təmin edirəm. Görürsüz, bugünkü təhsilin tələbidirmi? Əlbəttə. Yəni nə uşağın hüququ pozulmur, nə məcburiyyət yoxdur. Həmçinin hər bir şey varislik prinsipi əsasında da həyata keçir. Düzdür, bax, differensial yanaşma hansında oldu? A variantında eyni zamanda təhlükəsizlikdə nəzərə alındı. Elə bizim bu situasiyamız verilən nümunədə məhz bundan bəhs edir. Deyir ki, müəllim differensiallığı nəzərə alsın. Doğru addım da budur. B variantı deyir, oyun dayandıraraq. Oyunu dayandırsam, mən uşağın inkişafını da dayandırmış olacam. Yəni, uşaq inkişafı dayanır və problem həll olunmur. Əksinə, böyüyür də deyə bilərik. Çünki uşaq inkişaf olmayacaq. Dayandırmaq olarmı ki, fəaliyyət olmaz. Mən fəaliyyəti uşaqlara uyğunlaşdırmalıyım. Necə? Bax, A variantında gördüyümüz kimi sadələşdirərək, yəni differensiallığı nəzərə alaraq. C variantında deyir, məcbur etmək. Olarmı ki, uşaqları məcbur etmək? Travma, özünə inam birbaşa azalır. Həm travma alıram, həm də özümə inam azalır. Yəni, uşaq yönümlü təhsilində tələbi pozulur. Uşağın hüquqları da pozulur. Uşaq yönümlü didaktik prinsipində tələb pozulur. Dəstəkləyici mühit də pozulur. Hər bir şey pozulur. Olmaz, məcburiyyət qətiyyən. Uşağı əksinə həvəsləndirməliyəm ki, özü təşəbbüs göstərsin, özü cəhd etsin, özü istəsin. Düzdür, məcburiyyətlə heç nəyi həll etmək olmaz. Həmçinin təsəvvür edin, mən qorxuram, müəllim də məni məcbur edir. Qorxum 1-ə 5 qalxacaq, böyüyəcək. Sonra, qorxan uşaqları kənarda saxlamaq. O zaman uşaqlar passiv olur. Yəni, burada da differensiallıq pozulur. Misal üçün, hətta inklüziv təhsilin tələbləri də pozulur. Olmaz. Həm inkişaf zəifləyir, həm də uşaqların nə olur? Passivləşir, yəni fəal iştirak etmək əvəzinə mən passiv mövqedə qalıram. Çünki müəllim hər bir uşağı fəaliyyətə cəlb etməlidir. Hətta mən bunu dərslərdə də qeyd edirəm. Misal üçün, uşağa sual verirəm, uşaq tapa bilmədi, düzdür? Mən tez başqa uşağa sualı yönləndirməli deyiləm və yaxud uşağın yerinə özüm cavab verməli deyiləm. Bu passiv təlimin tələbləridir. Passiv təlimin hətta xüsusiyyətləridir, tələb deməyək. Amma bizim bugünkü interaktiv, yəni fəal dərsimiz əksinə deyir, elə et ki, uşağın özü tapsın. Necə edə bilərəm? Əlbəttə ki, ipucu verərək, yəni sualını əlaqələndirəm. Nə üçün? Fəaliyyət tapşırıqlarda da belədir. Sual verirəm, sonra ipucular verirəm uşağa, ta ki, özü tapana qədər. Onda uşağın özünə inamı azalır, özünə güvəni çoxalır və prosesdə fəal iştirak edir. Amma mən bir dəfə onun yerinə cavab verdim, bir dəfə başqa uşağı qaldırdımsa, uşağın özünə inamı azalır. Bir də istəməyəcək dərsdə iştirak etmək, bir də istəməyəcək sualları cavablamaq. Görürsünüz nə qədər mənfi haldır. Sonra oyun zamanı uşaqlar daha sürətli, onsuz da qorxuram, hara sürətlənək, onsuz da tullanmaqdan qorxuram. Olarmı ki, bu zaman qorxum dediyim kimi 1-ə 5 artır. Yəni, effektiv olmayacaq əlbəttə. Doğru variant uzadır. 2-də deyir, tərbiyəçi müəllim açıq hava fəaliyyətində uşaqlara ağacın aşağı budağına dırmaşmaq imkanı yaradır. Bir valideyn bu fəaliyyəti təhlükəli hesab edir və narazılıq bildirir. Bu vəziyyətdə tərbiyəçi müəllim peşəkar yanaşması hansı olmalıdır? Bax, mən valideynəm, anlamıram ki, nə deyək də, düzdür, əlbəttə ki, bu sahədə həqiqətən məlumatı olan valideynlər də var. Amma elə valideyn var ki, heç yaxından uzaqdan əlaqəsi yoxdur bu sahənin, heç məlumatı da yoxdur. Biz də maarifləndirməmişik, məlumat ötürməmişik, izah etməmişik ki, bu fəaliyyət nəyə yarayır, nə üçün edirik. Və ona görə valideynin anlayışı olmadığı üçün əlbəttə ki, buna etiraz edəcək. Anlamayacaq ki, uşağımı niyə ora dırmaşdırırsan, yıxılar, olar, bu olar, narahat valideyn də biraz da narahat olacaq əlbəttə. Bax, bu problemi aradan qaldırmaq üçün gəlin görək nə edək. Variantlara baxaq. Deyir, valideyn etirazını nəzərə alaraq fəaliyyəti tamamilə ləğv etmək. Yenə ləğv etmək. Onları ləğv etmək. Bu zaman müəllim yəni passiv yanaşmadadır. Uşaqları da passivə çevirir də. Bir var, mən subyekt kimi prosesdə fəal iştirak edirəm. Bir də var ki, fəaliyyəti ləğv etdim, mən passiv oluram. Yəni, obyekt rolunda həm də olacam. Belə düşünün. Əlaqələndirin təhsil modellərindən. Ona görə bu doğru deyil. Yəni, müəllim passivdir burada. Əksinə, müəllim tədbirli olmalıdır. Müəllim konstruktiv olmalıdır, proaktiv olmalıdır, nəticə yönümlü olmalıdır. Hər bir şey əvvəlcədən düşünməlidir ki, bu cür halla qarşılaşanda da asanlıqla həll etsin. Amma burada həll etmir. Yəni, reaktiv müəllim deyir, birbaşa asana qaçır. Deyir, tez ləğv edək, valideyn də sakitləşsin. Məni başım ağrımasın, loru dildə desək. B variantda deyir, valideynin narahatlığını nəzərə almadan fəaliyyətə davam etmək. Olarmı ki, bax, mən valideynəm, mənlə əməkdaşlıq etmək sizin vəzifənizdir. Siz də mənə məhəl qoymursunuz. Ümumiyyətlə, məni nəzərə almırsınız. Bu zaman mən
əsəbləşərəm, qıcıqlanaram, konflikt edərəm, düzdürmü? Mübahisə yaranar. Əməkdaşlığımız da suya düşər. Heç əməkdaşlıq olmaz. Burada müəllim öz vəzifəsini pozacaq, mənim də hüququmu olmaz qətiyyən. Sonra riskin idarə olunması və təhlükəsizlik tədbirləri barədə valideyni öncədən məlumatlandırmaq. Düşünürəm ki, ən başda qeyd etdiyim cümlədir, düzdür? Valideyni məlumatlandırmaq lazımdır, maarifləndirmək lazımdır ki, valideynin anlayışı olsun və bilsin ki, əslində biz bu fəaliyyəti uşağı niyə sövq edirik? Nə üçün edirəm bunu? Nə üçün edirəm? Uşağın xeyri üçün. Nə üçün inkişaf olunsun deyə. İndi bunu valideyn anladıqdan sonra həm də qeyd edirəm ki, bax bu cür təhlükəsizliyi nəzərə alıram. Məsəl üçün bax bu cür uşaq inkişaf olunur, narahat olmayın, mən hər bir şeyə nəzarət edirəm və s. İndi maarifləndirmək, məlumat ötürmək vacibdir. Və düşünün bu addımı atdıqdan sonra həm də kommunikativ bacarığımız var da, hər kəsin qəlbinə yol tapırıq və artıq valideyni ələ alıram. Ondan sonra düşünürəm ki, bu problemlə heç vaxt qarşılaşmarıq. Yox, əgər ki, indi bəzən çox narahat bir valideyn ola bilər, bundan sonraki testdə mütləq qarşımıza çıxacaq o, onda da artıq başqa addım atmaq lazımdır. Amma bu situasiya üçün ən uyğun cavab C variantıdır düşünürəm, amma yenə də digər variantı da baxaq. D-də deyir valideynlərə fəaliyyətin vacibliyini sübut etməyə çalışmaq. Bu zaman mübahisə yaranar. Yəni sübut özümü ancaq haqlı çıxartmağa çalışsam, bax düşünün ki, misal üçün nəsə bir səhviniz olub. Mən də gəlib sizdən hesab soruşuram ki, nəyə görə belə olubdu, misal üçün valideynəm. Siz məni özünüzü haqlı çıxartmağa çalışırsınız ki, yox siz səhvsiniz, mən belə, mən belə, mən belə. Mən daha çox alovlanacam, daha çox misal üçün özümdən çıxacam ki, bu nə deməkdir? Biraz da hələ aqressiv valideynəm. Burada bilirsiniz nə olar? Müharibə çıxar. Bax bu halın yaşanmaması üçün, yəni belə qeyd edim. Bu problemlə qaçmaq üçün, yəni mübahisə yaranmaması üçün bu addım atmaq da doğru deyil. Yəni ən uyğun, ən peşəkar addım, bax mənim peşəkarlığım harda göründü? C variantında göründümü? Əlbəttə. Sonra da deyir fəaliyyət yalnız etsə, demişdik nədir? Bu variant 99% halda səhvdir. Bəzən diqqətli olun, yanıldıcı olar, yalnız sözü ilə tam uyğun gələr. Onun görə %100 demirəm. Amma burada %100 səhvdir. Deyir, fəaliyyət yalnız daha cəsarətli və valideynlərə etiraz etməyən uşaqlar üçün təşkil edilir. Burada diskriminasiya var. İnklüziv təhsil haqqında məlumatınız varmı? Düşünürəm ki, var. Diskriminasiya yəni təcrid edirik uşaqları. Həm differensiallıq nəzərə alınmadı, həm təcrid olundu uşaqlar, həm ümumiyyətlə müəllim konstruktiv deyil, problemi həll etmək əvəzinə yenə də başına götdü, qaçdı. Düzdür? Uyğun deyilmi? Əlbəttə uyğun deyil. Bu da səhvdir. Yəni bu cavabımız C variantıdır. Sonra tərbiyəçi müəllim deyir, meyvələr mövzusunu planlaşdırarkən uşaqlara meyvələrin rəsmlərini çəkdirir, sayma tapşırığı verir və meyvələrin dadı haqqında onları danışdırır. Bax, meyvələr mövzusunu keçdim. Meyvələr düşünürəm ki, hansı mövzudur? Yəni daha çox ətraf aləmdir. Düzdür? Olarmı? Niyə də olmasın? Ətraf aləmdir. Rəsm çəkmək hansıdır? Təsviri fəaliyyət, yəni estetik. Meyvə ətraf aləmi idraçdır, rəsm də estetikdir. Sonra sayma yenə idraçdır. Və deyir ki, müəllim burada bu planlaşdırma zamanı nə edir görək? Nədən istifadə edir? Nədən istifadə edir? İnteqrasiyadan. Bu planlaşdırma nümunəsi verilənlərdən hansını əks etdirir? Bax, biz burada diqqət yetirdik ki, əlaqəni daha çox vurğulayır, düzdürmü? Bax, öz danışdım, daha sonra rəsmini çəkdirdim, sonra sayma tapşırığı verdim və meyvələrin dadı haqqında onları danışdırdım. Yəni, nitq də var birbaşa. Deməli, burada nə reallaşır? İnteqrasiya, düzdür? Və xronoloji ardıcıllıq deyir, xronoloji tarixdir. Bilirik də, planlaşdırarkən yəni tarixlərin düzgün qoyulması. Misal üçün, Novruz bayramına aid mövzuların elə həmin həftəyə denk gəlməsi. Yəni, hər bir həftə ilə qeyd olunur da, illik planını bilirsiniz. Bax, misal üçün, o həftələrin həmin real tarixlə, real həyatla üst-üstə düşməsi ki, biz mövzunu real həyatla da inteqrasiya edə bilək. Təsəvvür edin, mən qış fəsli ilə bağlı mövzu keçirəm, biz amma yaz fəslindəyik. Mən necə uşaqlara aparım, o müşahidə elətdirim, deyim, uşaqlar, bax, qışda ağaclar belə olur, qışda misalsın təbiət belə olur, yatır və s. Necə yatır? Yazda əksinə oyanır. Doğru olmaz. İnşa sahələri arasında inteqrasiya uyğun gəlirmi? Niyə uyğun gəlməsin? Çünki burada daha çox, misal üçün, meyvələr mövzusunu planlaşdırarkən meyvələrin rəsmini çəkdirir. Düzdür? Baxın, inşa sahəsi arasında inteqrasiya var. Yəni, ona görə bu variantımız uyğundur. Amma digərinə də baxaq. Sosial-emosial inşa sahəsi daxilində inteqrasiya sosial deyil. Axı, burada sosiallıq elə ön planda deyil. Gördük ki, idraçla nədir? Estetik yaradıcı. Bunun görə bu da düzgün deyil. Bu üzrə diaqnostik qiymətləndirmə diaqnostik deyil. Əksinə, bu fəaliyyət daxilindədirsə, deməli, biz artıq inkişafın izlənməsi qiymətləndirməsinə keçmişik. Niyə? Çünki məşğələ keçirəm, çünki uşaqlara fəaliyyətlərə cəlb edirəm və onların o fəaliyyət sırasında inkişafını izləyirəm. Düzdür? Uyğun deyil.
Uyğun gəlmir. Sonra differensial təlim strategiyası. Axı burada demir ki, müəllim bir uşağı belə etdi, bir uşağı belə etdi, bunu belə sadələşdirdi, bunu belə etdi. Xeyr, burada sırf əlaqədən bəhs olunur ki, mən mövzunu öyrədərkən möhkəmləndirmək məqsədi ilə, daha yaxşı qavraması məqsədi ilə başqa sahələrlə əlaqə yaradıram. Düzdür, indi düzdür, inşaat sahəsi daxilində də inteqrasiyasında var, amma daha çox vurğu inşaat sahələri arasındadır. Və ona görə nədir? Doğru cavabımız belədir. Sonra təlimi müəllim deyir plan hazırlayarkən məşğələdə istifadə ediləcək təlim üsulları, resurslar və iş formalarını müəyyən edir. Bu hansı növ planlaşdırmaya aiddir? Deməli, təlim üsulları varsa, təlim üsulları, təlim strategiyaları, yəni iş üsulu, iş forması, məqsəddir. Bunların hər biri bilirik ki, həftəlik planda öz əksini tapır. Düzdür? Bəli, resurs əslində illikdə də var, amma burada açar söz təlim üsullarıdır. İş formalarıdır, iş üsullarıdır. Onlar da hansı plandadır? Həftəlik planda. Deməli nədir? Yəni həm də mənim məşğuləmlə əlaqəlidirsə, yəni dərsimi planlayıram, düzdürmü? Düşünürəm ki, misal sabah işə gedəcəm, sabah hansı fəaliyyətə cəlb edəcəm uşaqları və hər bir şey uyğun, uşağa uyğun seçməyə çalışıram. Deməli nədir? Əlbəttə ki, bizim sonra. Bizim müəllim deyir ki, bax strategiya, variant qeyd edir gəlin, nəyə görə bunlar deyir. Bax strategiya uzun müddətlidir. Yəni burada amma qısa müddətli fəaliyyət planlaşdırılır. Doğru deyil. İllik ümumi plandır, ümumi təlim nəticəsidir. Düzdür? Əlbəttə, amma burada sırf təlimlə, yəni mənim məşğələmlə əlaqəli atacağım addımları düşünürəm, bu artıq həftəlikdir. Çünki bu da düzgün deyil. Perspektiv, yenə perspektiv illik planın digər adıdır, bu da gəlmir. Diaqnostik də ki, qiymətləndirmədir. Düzdür? Qiymətləndirmədirmi? Əlbəttə. Sən nə soruşdun? Ona görə doğru variantdır. Sonra deyir, tərbiyəçi müəllim portfolioda uşağın fəaliyyəti ilə bağlı onun ən yaxşı işlərini deyil, hər hansı bir mövzu və ya fəaliyyətlə bağlı bütün iş nümunələrini saxlayır. Tərbiyəçi müəllim bunu hansı məqsədlə edir? Nəyə görə edirəm? Uşağın yalnız var yenə uğurlu nəticələrini göstərmək məqsədi ilə. Axı dedi ki, sadəcə uğurlarını deyil, sadəcə uğur demədi axı. Ona görə bax elə məntiqlə də götürsək bu yanlışdır. Sonra deyir ki, yəni sizə yaxşı işlər deyil, real inkişafı göstərməz yaxşı iş, düzdür? Bizə lazım ki, bütün fəaliyyət olsun, yəni real işini izləyə bilim. Sonra uşağın inkişaf prosesini və irəliləyişini izləmək məqsədi ilə bax bu ilə misalın əksidir. Bax burada deyir sadəcə uğurlarını, xeyr, mən uşağın real inkişafını izləmək istəyirəmsə, burada qeyd olunan kimi hər hansı bir mövzu və ya fəaliyyətlə bağlı bütün iş nümunələrini saxlayıram. O zaman real işini, real inkişafını izləyəcəm ki, hə, bax, uşaq necə inkişaf olunur, necə öyrənir, nə etmək lazımdır, necə etmək lazımdır, düzdür? Bax, elə B variantımız budur. Çünki bütün işlər inkişaf dinamikasını ölçməyə şərait yaradır. Amma digərlərinə də baxaq. Deyir, portfolio vizual olaraq daha cəlbedici etmək məqsədi ilə. Gözəllik məqsədini daşıyır portfolio. Portfolio nədir? Şəxsi inkişafını izləməsi, qiymətləndirməsinin metodlarından biridir. Yəni sənətdir, dokumentasiyadır, portfoliodur, qovluqdur. Nə məqsədi ilə? Həm müəllim uşağın inkişafı dinamikasını izləyə bilsin deyə, həm də valideynlərlə bu məlumatı bölüşsün deyə. Gözəllik sözü keçdim orada. Dedim ki, onu bəzəyək, düzəyək və elə estetik baxımdan qıraqda dursun. Xeyr. Onun üçün bu doğru deyil. Bax, bunu da tez baxaq. Sonra uşaqlar arasında müqayisə aparmaq məqsədi ilə. Uşaqları bir-biri ilə müqayisə etmək olarmı ki? Düşünmürəm. Yəni müqayisə doğru deyil. Həm də ki, burada müqayisə deyil axı. Yəni demir müqayisə etmək. Ona görə müqayisə üçün əlbəttə ki, əsas məqsəd götürülməyəcək. Bu da yanlışdır. Sonra keçirilən fəaliyyətləri valideynlərə bildirmək məqsədi ilə sadəcə məlumat üçün deyil, yəni sadəcə məlumat üçün nəzərdə tutmur. Əsas məqsəd uşağın inkişaf prosesini və irəliləyişini izləməkdir. Yaxşı, düzdür, valideynlərlə məlumatı bölüşmək olsa da, amma əsas hədəf o deyil. Əsas hədəf uşağın inkişaf dinamikasını izləyə bilim. Görüm necə öyrənir, necə inkişaf edir. Daha sonra əlbəttə ki, valideynlə məlumatda bölüşəcəm. Yəni prioritet olaraq, əsas olaraq hansı variantdır? Əlbəttə ki, B variantı. Sonra tərbiyəçi müəllim deyir, açıq havada uşaqlarla daşları say və qruplaşdır fəaliyyətini təşkil edir. Uşaqlardan müxtəlif ölçülü daşları saymaq və ölçüsünə görə qruplaşdırmaq tələb olunur. Bəzi uşaqlar daşları toplamaqla kifayətlənmir, kifayətlənir daha doğrusu, amma onları qruplaşdıra bilmir. Bax, daşları toplayıram, bununla da kifayətlənirəm, çünki qruplaşdıra bilmirəm. Deyir, tərbiyəçi müəllim doğru yanaşması hansıdır? Hansı addım atmalıdır? Bax, mən uşağam, daşları toplaya bilirəm, amma qruplaşdırma bacarığım hələ yoxdur. Uşaqlara deyir, daşları sərbəst oynamağa icazə verir. Sərbəst buraxmaq məqsədi itirir. Yadda saxlayaq.
Ona görə yanlışdır. Əgər ki, sərbəst misal üçün yaradıcılıq baxımından bəli, burada bizim axı aydın məqsədimiz var, düzdür? Yəni hər hansı bir məqsədə uyğun fəaliyyətə sövq edirəm uşaqları. Mən sərbəst buraxsam, məqsədimi tapa bilərəmmi? Məqsədim itbat olacaq ortalıqda. Ona görə bu doğru deyil. Uşaqlardan istifadəni dayandıraraq başqa fəaliyyətə keçir. Fəaliyyəti dəyişmək problemdən qaçmaq deməkdir. Yenə mən necə müəlliməm? Reaktiv müəlliməm, nəticə yönümsüz müəlliməm və konstruktiv bacarığa sahib olmayan müəlliməm. Olmaz qaçmaq. Əksinə problemin üzünə, üstünə getməliyim. Onu həll etmək üçün. Ona görə bu da səhv. Riyazi tapşırığı yalnız bacaran uşaqlara davam etdirmək, yalnız sözü yanlışdır, olmaz. Yəni, bu nə deməkdir? Təsəvvür edin ki, mən bacaran uşaqlara icazə verirəm tapşırığı yerinə yetirsin. Burada inklüzivlik də, diferensiallıq da, hər bir şey pozulacaq. Çünki inklüziv təhsili niyə tez-tez vurğulayır müəllimlər? Müəllimlər çox elə düşünür ki, inklüziv yalnız SIM uşaqlarının təhsilə cəlb olmalı prosesidir. Xeyr, əslində görürsüz, tərifində belə deyir, sağlamlığından, potensial imkanından və maddiyyatından asılı olmayaraq hər bir uşaq üçün bərabər imkanlar daxilində təhsil alma hüququnun təmin olunması. Və deməli potensial da vurğulanır. Amma müəllim görürsüz burada potensialı nəzərə almır. Tez fəal uşaqları çağırır ki, gəl sən iştirak et, sən fəalsan, məni bu vəziyyətdən çıxardacaqsan belə deyək. Amma sən passivsən, get arxada otur. Bu cür yanaşma olarmı ki, qətiyyən uşağın hüququ da pozulur. Sonra fəaliyyəti yalnız müşahidə xarakterlidir. Yalnız sözü yenə səhvdir. Müşahidə xarakterli bu passiv müşahidədir və öyrənmə olmayacaq burada. Olmaz. Bu passiv təlimimiz var, hansı ki, uşaqlar əvvəl obyekt rolunda idi, sadəcə müşahidə edirdi, sadəcə dinləyirdi. Amma bugünkü təhsil deyir ki, fəal təlim. Uşaq subyekt olsun, yəni prosesdə iştirak etsin, axtarsın, araşdırsın, tətbiq etsin. Praktikada, təcrübədə o bacarığa da yiyələnsin. Düzdür, məlumatı da yaxşı anlasın. Amma burada o xarakter yoxdur, yanlışdır. Sonra əvvəlcə tapşırığın birinci hissəsinə, deməli, sonra növbəti hissəsinə diqqət yönəldir. Düzdürmü? Bax, birinci hissəsinə diqqət yetiririk. Nədir? Birinci daşları yığmaq, sonra da qruplaşdırmaq. Uyğundurmu? Əlbəttə, addım-addım öyrədirəm. Çünki addım-addım yanaşmada ilə uşaq yönümlü təhsilində, prinsipində tələblərdən biridir. Ona görə bu variantımız doğrudur. Sonra keçirik digər sualımıza. Əslində bunları çox sadə ilə hansı variant doğrudursa onun izahını verib keçə bilərdim, amma istəyirəm anlayasınız ki, nəyə görə bu variant deyil. Çünki variantı onsuz da aşağıda qeyd olunubdur. Baxan kimi bilirsiniz nədir. Amma istəyirəm ki, bir təhlil edək görək nəyə görə bu deyil. Düzdürmü? Yoxsa sərsi gün burada tapdığın variantı bildin, hə, yazdın. Sərsi gün imtahanda cavabı vermir axı sonda. Yəni ta bitirəndən sonra verir, onda da nə əhəmiyyəti. Amma sərsi gün qarşılaşanda biraz da həyəcandan, misal üçün, unudacaqsınız hər bir şeyi, həm də anlamadıqdan sonra səhv edəcəksiniz. Amma indi anladıqdan sonra mən gecədə oyatsalar deyəcəm ki, bax buna görə bu belədir, bax buna görə bu olmaz. Düzdür, bax ona görə də təhlil edirik. Tərbiyəçi müəllim deyir, açıq hava oyunları zamanı uşaqların nitqini inkişaf etdirmək məqsədi ilə müxtəlif suallar verir. Aşağıdakı suallardan hansılar daha məqsədə uyğundur? Baxın müəllimlər, biz bilirik ki, nitqin inkişafı üçün açıq suallar, açıq tipli suallar məqsədə uyğundur. Burada uşaqlar fikrini əsaslandırmağa şərait yaradır tərbiyəçi. Və mən fikrimi əsaslandıranda danışıram. Həm tənqidi təfəkkür inkişaf olunur, həm də nitqim inkişaf olunur. Danışıram da, cavab verirəm, geniş danışıram. Həm də hər bir uşağın özünün mövqeyini də mənim baxış açımı, mənim düşüncəmi əks elətdirir, belə deyək. Qapalı sual isə statistik, yəni rəsmi cavablardır. Uşaq elə düşünmür, elə yadında saxlayıb da birbaşa əzbərə deyir. Amma bu açıq tipli sual birbaşa uşağın təfəkkürünü inkişaf elətdirir, beyni işə salır və mən düşünürəm ki, burada nə olar? Başlayıram məsələn danışma, izah etməyə, fakt, dəlil, sübut da olar, niyə də olmasın. Danışdıqca da nə olur? Nitqim inkişaf olunur, lüğət bazım zənginləşir, rabitənin nitq formalaşır və s. və ilahi. İndi burada deyirsəncə bu yarpağın rəngi niyə dəyişib? Sualını verin və uşaq hər bir uşağın fərqli cavabı olacaq. Düşünürəm ki, biri deyəcək müəllimə, bax buna görə. O bir uşaq deyəcək buna görə. Hətta Sokrat dialoqundan istifadə edib daha da dərindən anlamasına və daha da nitqin inkişaf olmasına şərait yarada bilər. Düzdür, Sokrat dialoqu tənqidi təfəkkürdür, amma nitq də inkişaf olunur. Bu nədir desəm, bax deyəcəm müəllim, bu yarpaqdır. Oldu bir dənə yarpaq dedi. Biri var bir neçə söz, bir neçə cümlə istifadə edin, bir də var kəstirmə, ya bəli, ya xeyr, ya da bir cümlə sözlə sual cavablayım. Hansı daha çox danışıqdır, hansı daha çox inkişafdır, əlbəttə açıq sual. Bu yanlışdır. Bu yarpaq digər yarpaqların nəyi ilə fərqlənir və uşaq yenə başlar izah etmək üçün, misal bax müəllimə rənginə, misal buna görə, bax bu fəslə görə, bu ağaca görə və s. danışdıqca yenə görürsüz, danışdıqca danışıram. Amma bir də var ki, deyirəm, yarpağı yerdən götürə bilərsən? Deyir ki, bəli. Hə, yaxud yox. Xeyr. Bir dənə, neçədən söz. Ona görə bax,
Bu sual açıq sualdır bizdə. Bu da açıq sualdır. Bu sualdır. Səhvdir, bu da səhvdir. Bu yarpağı hardan tapdın və necə təsvir edərdin? Bax, təsvir etmək deyil, yenə fikrinə əsaslandırma var. Deyir, müəllim, bax, mənim fikrimə görə bu belədir, 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 buna görə bu belədir və əlbəttə ki, nitqin inkişafına güclü təsir olacaq. Deməli, doğru cavab 1, 3, bir də 5-dir. Hansı cavabdır? Sonra aşağıdakılardan hansı fəaliyyətlər arası keçidlərin səmərəli təşkili üçün istifadə olunan üsullardan biridir? Deməli, müəllimlər, uşaqlara xəbərdarlıq etmədən dərhal yeni fəaliyyətə başlamaq qəfil dəyişiklik nəticə verməyəcək. Bu doğru deyil, səmərəli deyil, düzgün deyil. Mən qəfil fəaliyyətə uşaqlar ümumiyyətlə fəaliyyətdə qəfil dəyişiklik etsəm, əlbəttə ki, nəticə əldə etməyəcəm. Bu doğru deyil. Yüksək səslə istiqamət vermək və keçidləri plansız təşkil etmək. Plansız nəticə yönümsüz müəllimdir. Olarmı ki, doğru deyil. Daha sonra şəkil, musiqi, zəng və ya əl çalmaq kimi siqnallardan istifadə etmək. Siqnal sistemi. Bax, bu siqnal sistemidir və əlbəttə ki, ən uyğun düşünürəm ki, nədir? Fəaliyyətlər arası keçid və üsullardan biridir. O görə bu doğru. Düzdür, həm də maraqlıdır. Uşağın diqqətini cəlb edir, əyləncəlidir. Bir fəaliyyətdən digərinə keçərkən uşaqların sərbəstliyinə mane olmamaq, nəzarətsiz buraxmaq deməkdir bir növ. Bir fəaliyyətin digərinə keçərkən uşaqların sərbəstliyinə mane olmamaq, yəni uşağı əslində nəzarətsiz buraxmaq deməkdir. Bu da doğru deyil. Olarmı ki, mən nəzarətsiz buraxam? Əksinə, mən bir fəaliyyətdən digər fəaliyyətə keçəndə nəzarət etməliyəm, yön istiqamət verməliyəm. Düzdür? Amma burada deyir, onu etmə. Uşaqları sıraya düzərək növbəti fəaliyyətin nə olduğunu izah etmək. Bu rəsmidir, zəif effekt verir. Yəni, burada gördüyümüz güclü effekt olmayacaq. Bax, variant doğru variant deyil. Niyə? Çünki zəif nəticə olacaq. Zəif effekt verəcək. Bizə həm də rəsmidir də, biraz belə rəsmi üsulda, həm də biraz belə pasiv təlimin xüsusiyyətidir sanki düzdür. Amma bu artıq aktiv, fəal təlimin xüsusiyyətidir C variantı. Ona görə də C variantı ən uyğunudur. Sonra deməli, keçirik 9-cu suala. Nəfəs al 1, 2, 3, 4, nəfəs ver 1, 2, 3, 4, 5 nümunəsi əsasən hansı məqsədə xidmət edir? Nəfəs alıb vermək nəyə xidmət edər? Məsələn, uşaqlarda deyir çevikliyi və sürəti qaçma bacarığını inkişaf etdirməyə. Amma mən elə anlayıram ki, əslində biz nəfəs məşqlərini nə üçün edirik? Sakitləşmək üçün. Düzdür? Bax, məndə də olur. Mən biraz belə həyatda hiperaktiv insanım demək olar. Yəni, fəal insanam. Həm də tələsirəm elədir. Hər zaman elə düşünürəm ki, nəyəsə vaxtım çatmır. Və ona görə danışanda belə görürsünüz, bəzən sürətli danışıram. Bu problemi aradan qaldırmaq üçün və yaxud nəsə bir gərginlik olanda onu aradan qaldırmaq üçün nəfəs məşqləri edirəm. Dərindən nəfəs alırıq, veririk, nəfəs alırıq, veririk və bu zaman sakitləşirəm. Düzdür? Bu ən gözəl texnikalardan biridir. Uşaqlara da öyrətmək lazımdır ki, ola bilər nəyisə, məsələn, problem yaşandı, məsələn, mübahisə etdilər. Ondan qaçmaq üçün, yəni konflikt böyüməsin deyə bu nəfəs məşqləri etsinlər. Yəni əslində emosiyalarını idarə edirlər onlar, sakitləşirlər. Sonra sakitləşəndən sonra da düşünürəm ki, ağıllı düşünə bilərəm. Yoxsa emosional düşünsəm, impulsiv davransam, əlbəttə ki, nəticə biraz peşman edici olacaq. İndi ona görə bu doğru deyil. Yəni, qeyd etmə əsasında anladınız ki, burada əsas məqsəd qaçma bacarığı deyil. Yəni, çünki bu fiziki mədəniyyətlə də əlaqələndirsək ümumiyyətlə. Qaçmadır, sürətli, bunlar daha çox əsas hissənin xüsusiyyətləri düzdür, amma bu da yekun hissənin. Deməli, bizə yekun hissənin xüsusiyyətini əks etdirən variant lazımdır. Uşaqlarda deməli, özünü tənzimləmə və sakitləşmə bacarığını gücləndirməyə. Budurmu emosional tənzimləmə? Biraz öncə danışdığım bəsit, əlbəttə. Ki, uşaq özünü tənzimləmə və sakitləşmə bacarığına sahib olsun, onu da formalaşdıraq, özünü idarə edə bilsin, demək olarmı? Olar. Ona görə B variantı doğrudur. Uşaqlarda müstəqil yaradıcılıq, rəsm, musiqi və s. qabiliyyətinin formalaşmasına bizdə nə layihəsi var? Burada şəkil çəkmək və s. demək axı yaradıcı fəaliyyət var burada, yoxdur. Necə bunu götürün, bu səhvdir. Sonra uşaqlarda uzun müddət nəfəsi saxlama bacarığını inkişaf etdirməyə. Məqsəd bu deyil axı. Yəni mənim məqsədim suyun altında üzməyəcəklər ki, deyək, nəfəsinizi tutun uşaqlar. Bu ona görə doğru deyil. Bu da yanlış məqsədlərdən biridir. Yəni əsas məqsəd bu deyil. Əsas məqsədi tapdıq B variantı. Sonra uşaqların fiziki mədəniyyət məşğələsi zamanı verilən istiqamətə doğru müəyyənləşdirməyə. Xeyr, çünki biraz öncə dedik ki, əsasən bu nəfəs məşqləri məşğələnin yekun hissəsində həyata keçir. Yəni çünki biz əsas hissədə qaçırıq, hoppanırıq, tullanırıq, yarışırıq və s. Mən orada artıq təngi nəfəs oluram, misal üçün və o nə etmək üçün, sakitləşdirici addım atmaq üçün bu nəfəs məşqləri, xaotik hərəkətləri edirik ki, sakitləşək. Yəni o gərginliyi yavaş-yavaş
aşağı salaq. Ona görə bu Y variantı da doğru deyil. Həm də fiziki mədəniyyətin yekun hissəsindən də əlaqəlidir. Elə oldu da bu səhvdir. Doğru variantımız hansıdır? B variantı. Sonra onda deyir ki, sərbəst fəaliyyət zamanı tərbiyəçi müəllimin əsas rolu nədən ibarətdir? Uşağın fəaliyyətini tam idarə etmək və bütün qərarları onun yerinə vermək. Onun yerinə qərar verərəmsə əziz müəllimlər, yadda saxlayın ki, bu uşağın qərar vermə bacarığını, müstəqil olma bacarığını əlindən almaq deməkdir. Amma bizim əsas məqsədimiz, misal üçün, sərbəst fəaliyyətdə nədir? Uşağın müstəqil işləmə və qərar qəbul etmə və sair kimi özünə inamını formalaşdırmaq. Ona görə bu həm də passiv təlim modeli, avtoritar yanaşmadır. Yəni müəllim passiv təlimdə necə idi? Avtoritar idi. Yəni uşağın yerinə də qərar verirdim. Misal üçün uşağı elə də nəzərə almırdım və s. Ancaq mən ego yönümlü idim. Ona görə bu səhvdir. Birbaşa çıxır. Olmaz uşağa qərar vermək. Uşağın fəaliyyətində əsasən səhvləri izləmək və onları daim qeyd etmək. Bu tənqid etməkdir. Tənqid yönümlü yanaşmada əlbəttə uşağı ruhdan salacaq. Düzdür, təsəvvür edin ki, sizə mütəmadi bir iş görürsünüz, ancaq səhvi görürlər, ancaq pis yeri vurğulayırlar, ancaq pessimist yanaşırlar. Nə olar, ruhdan düşərsiniz, motivasiyanız yerlə bir olar. Bax, mən özümdən götürüm, təsəvvür edin, bütün gün mənə tənqid yazırsınız. Ümid edirəm ki, bu videonun altına xoş sözlər yazarsınız. O təsəvvür edin, tənqid edirsiniz. 2 dəqiqədən bir ancaq tənqid yönümlü rəylər və s. İstər-istəməz ruhdan düşərəm. Hələ biraz da emosiyalarım belə deyim, güclü deyilsə, emosional cəhətdən zəifəmsə, birbaşa depressiya xüsusiyyətləri gələr. Düzdür? Olmaz. Ümumiyyətlə, tənqid heç vaxt uşaqda nə yaradıcı bacarıqları inkişaf elətdirməz. Tənqid heç vaxt uşaqda müstəqil bacarıqlarda inkişaf elətdirməz. Özünə inamını sıfıra indirir. Ona görə yanlışdır. Yəni hər zaman əksinə yaxşı uğurlarını görməliyik. Düzdür? İzləmək əlbəttə ki, hər bir səhvi də güclü tərəfində, zəif tərəfində izləyirik, amma vurğulayarkən hər zaman müsbət yönümlü, konstruktiv rəydən, düzgün əlaqədən istifadə etməliyik, əks əlaqə. Cədə deyir, uşağı müşahidə etmək, təhlükəsizliyi qorumaq və fəaliyyəti suallarla dəstəkləmək. Onlar mı? Olmasın. Onları mən nə edirəm? Müşahidə edirəm, yəni uşağı başlı-başına buraxmıram. Əslində həm sərbəstlik verirəm, eyni zamanda prosesdə fasilitatorluq, bələdçilik edirəm. Yəni uşağı müşahidə edirəm, dəstək oluram, təhlükəsizliyi qoruyuram və fəaliyyəti suallarla dəstəkləyirəm. Əslində pedaqoji tələbində tələbləri reallaşır. Doğrudurmu? Uyğundurmu? Məncə hə. Amma yenə digərlərinə baxaq. Fəaliyyət zamanı uşağı nəzarət etmədən onu tam sərbəst buraxmaq, əlbəttə ki, bu nəzarətsizlik doğru deyil. Təhlükəli vəziyyət də yaradar, ona görə olmaz. Ümumiyyətlə, mən uşağa belə deyim, sərbəst fəaliyyətə sövq etsəm belə, mütəmadi nəzarətim uşaqların üstündə olmalıdır. Onlar körpədir, düzdür? Anidən konflikt çıxar, anidən hər hansı bir təhlükəsiz vəziyyət yaranar və yaxud uşaqdır da, hər hardasa çətinliyi olar, məndən dəstək istəyəcək. Təsəvvür edin, mən də heç uşağı məhəl qoymuram, heç baxmıram. Olarmı ki, olmaz. Ona görə bu da səhvdir. Sonraki variantda deyir, təhlükəsizliyi təmin etmək üçün uşaqlara ancaq oturaq fəaliyyətə yönəltmək, bu uşağın inkişafını məhdudlaşdırır. Olmaz. Hətta görürsünüz, məşğələ sırasında, zehni gərginlik tələb edən məşğələlər sırasında belə biz idman dəqiqəsinə 2-3 dəqiqə mütləq ayırırıq. Niyə uşaq fəal olsun, aktiv olsun, həm də inkişaf olsun, həm də o gərginliyi aradan qaldıraq deyə. Düzdür, bu başqa bir nümunədir, amma əlaqəlidir. Oturaq fəaliyyəti olarmı ki? Olar, olmaz. Qətiyyən, uşaq fəal iştirak etməlidir. Həmçinin ancaq, yalnız, sadəcə sözlər var idisə, deməli nədir? 99% halda yanlışdır. Oturaq fəaliyyət olmaz. Uşağın inkişafını məhdudlaşdırır. Əsas açıqsız odur. Sonra burada hansı variant dedik? C variantı, doğru variant. 11-də deyir, tərbiyəçi müəllim sərbəst oyun zamanı uşaqları müşahidə edir. Bir müddət sonra fəaliyyəti dəyişməli və uşaqları masa arxasında rəsm tapşırığına keçid etməlidirlər. Yəni, mən fəaliyyəti dəyişməliyəm və uşaqlara masa arxasında rəsm tapşırığına keçirməliyəm ki, orada fəaliyyətdə iştirak etsinlər. Lakin bir neçə uşaq oyunu dayandırmaq istəmir, biri narahat olur, digər isə oyuncaqları toplamaqdan imtina edir. Bu vəziyyətdə deyir, müəllimin atmalı olduğu ən uyğun addım hansıdır? Bax, deməli, tərbiyəçi müəllimi sərbəst oyun təşkil etmişdi, düzdürmü? Uşaqları müşahidə etdim. Sonra mən də fəaliyyəti dəyişməliyəm. Fəaliyyətim nədir? Masa arxasında rəsm tapşırığına keçid. Və uşaqlardan bir neçəsi etiraz edir. Biri deyir ki, mən ümumiyyətlə oyuncaqları toplamaq istəmirəm, biri də ümumiyyətlə narahat olur, istəmir də fəaliyyəti keçid etmək. İndi müəllim hansı addımı atmalıdır ki, burada nəticə əldə etsin, yəni uğurlu olsun? Ən düzgün addım hansıdır? Oyunu dərhal dayandırmaq. Bunu dərhal dayandırmaq biraz belə sanki zorakılıq var, düzdür? Uşaqları oyuncaqları yerinə qoyaraq yeni fəaliyyətə keçmələrini tələb etmək, həm dayandırmaq. Olarmı ki, sanki zorakılıq var.
qətiyyən zorakı, həm də uşaq yönümlü təhsilin tələbinə də zidd olmaz. Oyuncaqları tərbiyəçi müəllim özü yığışdırıb zaman itirmədən yeni tapşırığa keçid etmək. Müəllim işi özü görür. Bəs uşaqlarda mən necə zəruri həyati bacarıqları formalaşdıracağam? Uşaqda necə nizam-intizamı formalaşdırıb inkişaf elətdirəcəm? Hə? Olar? Qətiyyən olmaz. Həm də uşağın yerinə tapşırıq etsəm, yenə sanki passiv təlimə yanaşması həm də yanlışdır. Keçid siqnal vermək, uşaqlara qısa vaxt xəbərdarlıq etmək və oyunu tamamlayıb uşaqları növbəti fəaliyyətə yönləndirmək. Bax, xəbərdarlıq etmək, bəli, xəbərdarlıq edirəm və oyunu tamamladıqdan sonra növbəti fəaliyyətə keçid edirik. Yəni siqnal verirəm. Siqnallar yuxarıda da onunla bağlı test vardır. Siqnal veririk və sonra digər fəaliyyətə keçid edirik və bunun əsasında əlbəttə ki, nəticə əldə edəcəm və uyğun addımlardan biridir. Onun üçün C variantı doğrudur. Onun digərlərinə də baxaq. Rəsmi fəaliyyət, deyir rəsm fəaliyyətini ləğv edib, uşaqların arzusuna uyğun olaraq bütün günü yalnız oyuna davam etmək. Yalnız sözü var. Yenə burada tez sıxırıq. Həm də plan pozulur burada. Plansız müəllim yenə nəticə əldə etməyən müəllim olacaq. Bizə lazımdır ki, müəllim nəticə etsin, yəni planına sadiq qalsın. Amma uşaqları məcbur etmədən, uşaqları yönləndirərək, istiqamət verərək, biz də xəbərdarlıq edərək, əks əlaqə quraraq, bax əlaqələnir. Ona görə də yanlışdır. 7 deyir, rəsm fəaliyyətinə qoşulmaq istəməyən uşaqları dairəyə tapşıraraq yalnız digər uşaqları fəaliyyətə cəlb etmək. Ayrı seçkiliyə yol verirəm. Düzdür, həm bərabər imkanlar pozulur, həm diferensial pozulur, həm inklüziv pozulur. Nə istəsəz, hər bir şey pozulur. Saydıqca sayaq. Olmaz. Bütün uşaqlar prosesi cəlb etməliyəm. Ona görə bu da ayrı seçkilikdir və Y variantı da yanlışdır. Əsas açar sözləri başda deyirəm. Sonra 12-də 1-2 yaşlı uşaqlar üçün hansı fəaliyyət daha uyğun hesab olunur? Yadınızda saxlayın ki, 1-2 yaşlı körpəlik dövrüdür. Şüursuz mənimsəmə, şəxsi təcrübə və reflekslərlə mənimsəmə dövrüdür. Yəni, hər bir şey toxunaraq, özü şəxsi təcrübəsində, bax, görürsünüz, aydın oyuncaqları sındırır, ağzına aparır, yerə vurur və s. və yavaş-yavaş mənimsəməyə, qavramağa başlayır. İndi görək, burada hansı tapşırıq ona uyğun olar? Komanda yarışları. Sanki böyük yaş üçün uyğundur, hə? Bu uşaq hələ nə əməkdaşlıq anlayır, nə komanda başa düşür, necə komanda yarışı təşkil edib. Həmçinin fiziki baxımdan da baxsaz, hələ uşaq burada zəifdir. Yəni motorikaları hələ inkişaf olunmayıb, mənim köməkliyimlə nəst edir. Necə komanda yarışı təşkil edib? Yanlış da olmaz böyük qruplar üçün. Sayma və hesablama tapşırıqları. Say, hesablama hansı yaşdadır? Və nəzərə alın, yaxşı, bax, deyildi, mənim yanaşdığım yanaşmadan yanaşır bilmirik. Cümləm çox gözəl oldu. Gəlin məşğələ ilə götürək. Bax, fiziki mədəniyyət orta qrupdan keçirilir, düzdür? Deməli, 1-3 yaşa uyğun deyil bu fəaliyyət. Bax, belə də məntiqən düşüb çıxa bilərik. Say və hesablama tapşırıqları, misal, riyaziyyat hansı yaşdan keçirilir? Orta qrupdan. Deməli, yenə 1-3 yaşa erkən inkişafa uyğun olmayacaq, düzdürmü? Bax, belə məntiqlə yanaşaq. Həmçinin nə qeyd etmək istəyirəm, 1-3 yaşda nə idi? Bir çox, az çox anlayışlarını öyrətmək, yəni hələ saymadır, ədədlərdə hesablama yoxdur orada. Ona görə bax, elə bu baxımdan da variant yanlışdır. Abstrakt düşüncə, çünki hələ kiçik yaş qrupunda uşaqda yoxdur. Düzdürmü? Görə səhvdir. Qaydalı oyunlar. Uşaqlar, belə deyim, qaydalı oyunlara hələ hazır deyirlər, körpədirlər. Qaydalı oyunlara uşaq artıq əməl etməyə, düzdür, orta qrupdan yavaş-yavaş qaydaları öyrəşdirir, böyük qrupda artıq özü əməl etməyə çalışır, məktəb hazırlıqda lap qaydalara əməl olunur. Görürsünüz, hansı yaşdan vurğuladıq orta böyük məktəb hazırlıq. Hətta xatırlayırsınızsa, oyunlarla bağlı da bir təlimim olmuşdu. Orada demişdim ki, qaydalı oyunlar əsasən böyük qrupdan keçirilir. Hansı idi qaydalı oyunlar? Xatırlayırıq. Bax, elə qaydalının didaktikin, şifahi oyunlarını götürək. Şifahi oyunlar, misal üçün, daha çox böyük qruplara uyğundur. Və yaxud mütərrikin elə qaydalı oyunlar var ki, ancaq böyük qrupa uyğundur. Elə xüsusiyyətdə də vermişəm. O baxımdan da bunu da tez buradan istifadə edirik. Sonra fəaliyyət, toxunması oyunu. Əlbəttə, sensor fəaliyyət hissi fəaliyyətdir. Yəni, toxundu, gördü, baxdı. Uyğundurmu? Niyə də olmasın? Şəxsi təcrübə refleksdir də. Ona görə bax, uyğundur. Çünki təcrübəm azda toxunmalıyam ki, anlayam su nədir? Bax, suya əlimi vurmalıyam. Daşdı, gedib tez görürsünüz, daşı qaçılsa gedir, yerdən götürür, ağzına aparır. Mən o qədər deyim ki, pisdir. Düzdür? Amma özü baxdıqdan sonra xoşuna gəlmir, atır, bir də ona yaxın getmir. O qədər, misal üçün, düzdür, təhlükəsizliyi təmin edirik. Amma uşaqdır, bax, düşünsünüz, limondur, dadına baxır, sonra bir də ona istəmir. Elə uşaqlar indi sevir o öz yerində, amma elə uşaqlar bir də ona yaxın getmir. Amma mən desəm, turşdur və yaxud acıdır, məni eşitməyəcək. Anlamır çünki. Mən bunu hər zaman deyirəm, sanki biz ondan yad dillərdə danışırıq. Körpədir. Sonra rəqəmləri tanıma, rəqəmlər məktəb hazırlıq qrupunda da bilirsiniz. Ona görə tez bunu da etiririk. Geri qalır D variantımız doğrudur.
Sonra açıq hava oyunları planlaşdırarkən təhlükəsizlik tədbirlərinin görülməməsi nəyə səbəb ola bilər? Deməli, uşaqların zədələnməsinə əlbəttə təhlükəsizlik tədbiri birbaşa uşaqlar xəsarət alır. Həm hüquqları pozulur, həm dəstəkləyici mühitin tələbləri pozulur. Yəni birbaşa. Onların deməli maraqlı olmasına, maraqlı təhlükə ilə bağlı situasiya verib bizə. Düzdürmü? Deyir, bax, təhlükəsizlik tədbirini müəllim görmədi. Nə olacaq? Təhlükəsizlik yoxsa deməli təhlükəli vəziyyət yaranır. Hardadır təhlükə? Burada. Sonra sosial bacarıqların inkişafına, yəni bax bu əlaqəsizdir. Ona görə götürmürük. Sosial bacarıqların inkişafına əksinə zəifləyir. Əksinə birbaşa təhlükə ilə üzbəüz qalır. Hətta fiziki inkişaf sağlamlıq və təhlükəsizliyin tələbləri də pozdurulmaz. Təlim yaxşılaşmasına. Burada nəyə görə sosialın tələbləri pozulur əksinə? Çünki müəllim axı uşaqlar üçün sağlam bir mühit qurmalıdır, təhlükəsiz mühit qurmalıdır, o dəstəkləyici mühiti təmin etməlidir. Amma burada ən başda da dedim, dəstəkləyici mühit pozulur. Çünki təhlükəsizlik tədbirlərini görmədim və yaxud uşaqları xəbərdar etmədim. Düzdür, həm də nəticə yönümsüz müəllimim. Bax, saydıqca sayaq. Ona görə birbaşa. Tədbir yaxşılaşmasına əksinə nə olacaq? Yaxşı ola bilərmi ki, xaos yaranır. Uşaqlar yıxıldı, xəsarət aldı. Bu olmaz. Sonra aktivliyin artmasına risk artır, aktiv deyil. Aktivlik artmır burada, risk artır. Niyə? Çünki təhlükəsizlik tədbirini görmədi. Uşaqdır da, misal, bəlkə gözünə nəsə batacaq, iraq olsun, və yaxud da əlində nəsə kəsəcək, olar mı ki, olmaz. Açıq havadadır, həmçinin nəzərə alın ki, açıq havadadır. Ona görə olmaz. Yəni A variantı ən uyğun gələn variant. Açıq hava oyunları uşaqların idraki inkişafına təsirini müəyyənləşdirir. İdraki inkişaf sahəsi üzrə xüsusiyyətləri axtarmalıyıq, elə anlayıram, düzdürmü? Misal üçün, piyələnmə riskini azaldır. Bu, fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik xüsusiyyəti deyə bunu sıraq. Düzdür, fiziki ilə əlaqəlidir. Hərəkətlik mənim piyələnməm riskimi azaldacaq. Yox, oturaq həyat tərzi sürürəmsə, piyələnəcəm. Əməkdaşlıq bacarığını inkişaf etdirir. Əməkdaşlıq hansında idi? Sosial emosional inkişaf sahəsi, ona görə bunu da dildən sıxırıq. Stresi azaldır. Stres nə idi? Stresdir, ümumiyyətlə, emosiyalar, hisslər, hər bir şey. Bunların hər biri sosialdadır. Bu da sosialda çıxıq tez. Motor bacarıqlarını inkişaf etdirir. Böyük, kiçik, yəni incə, qalın motorika, sensmotor bacarıqları hansı sahə idi? Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik. Bax, 1 ilə 4 fizikidir, 2 ilə 3 sosial emosionaldır. Öyrənməni stimullaşdırır. Öyrənməni stimullaşdırır. Bəli, öyrənmə varsa, deməli idrakdır, beynimi işə salır. Sonra tədqiqat bacarığını inkişaf etdirir. Sağlamlıq baxımından uyğun gəlirmi? Yox, yuxudur bu. Tədqiqat bacarığı bəli. Tədqiqat varsa yenə hansıdır? İdraki inkişaf sahəsi. Düzdür? Tədqiqat aparamaqda, araşdıram, yenə öyrənməklə bağlı stimullaşma güclü olur. 5 ilə 6 ikisi də idrakidir. Tədqiqat ümumiyyətlə idrakin xüsusiyyətidir. Öyrənmə də yenə idrakinlə əlaqəlidir. Yuxunun keyfiyyətini yaxşılaşdırır. Yuxu keyfiyyəti nə idi? Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik. Düzdür, bax, fikrim biraz öncə ona getdi. Yuxu keyfiyyəti, ümumiyyətlə gün rejiminin demək olar ki, çox fəaliyyəti fiziki inkişaf, sağlamlıq və təhlükəsizliklə əlaqəlidir. Ona görə yuxu keyfiyyətinin yaxşılaşdırması da sağlamlıq proseslər, fiziki inkişaf, sağlamlıq və təhlükəsizlikdir. Oy, bircə saniyə, bunu niyə plus elədik? Gözləyin. Aha, bu da benim uyğun gəlmir. Yaradıcılığı stimullaşdırır. Yaradıcılıq varsa, bəli, nə olmalıdır? Düzdür, yaradıcılıq, baxın, estetik, yaradıcı inkişaf sahəsinin əlaqəli olsa da, amma əslində təxəyyüldür. Təxəyyül idrakçıda da var. Yaradıcılığı həqiqətən stimullaşdırır. Yəni, idraki xüsusiyyətlə də əlaqəlidir. Sadəcə gedib estetikə şamil etməmiz doğru olmaz. Ona görə, bax, burada olacaq. Deməli, 5, 6, 8 var il variantımız. 5, 6, 8 variant. Sonra deməli diqqət yetiririk 5-ə. İnteqrasiya anlayışı nəyi ifadə edir? Mövzuların ayrı-ayrı öyrədilməsi qətiyyən əslində birdir. Əsas hissələrin birləşməsi, bütövləşdirməsi və yaxud əlaqə kimi istifadə edirik. Əsasən əlaqə varmı ki, burada deyir ayrı-ayrı. İnkişaf sahələrinin əlaqələndirilməsi. Əsas əlaqələndirmə doğru variant. Daha sonra təlimin sadələşdirilməsi. Sadələşdirmə daha çox, misal üçün, diferensiallığı nəzərə almaq olar və yaxud asandan çətinə doğru gedirəmsə varislik olar. Yəni, inteqrasiyanın əlaqəsi yoxdur. Yaxşı sadələşdirmə inteqrasiya deyil. Bu da sonra dəyərləndirmə qiymətləndirmədir. Bizdən inteqrasiyanı soruşur. Ona görə bəzəkdir. Bir də ki, mövzuların azaldılması, bu azaldılmadır. Yəni, inteqrasiyanın nə əlaqəsi var? Yəni, mövzunun azaldılmasını əlaqə kimi necə götürək? Nə edirəm? Yəni, harada əlaqə var?
Yox, düzdür, sadəcə mövzunu azaldıram və sadəcə qiymətləndirməni həyata keçirəm, sadəcə mövzuları sadələşdirirəm və yaxud mövzuları ayrı-ayrı keçirəmsə, burada heç bir əlaqə yoxdur, heç bir inteqrasiyadan bəhs oluna bilməz. Doğru variant B-dir. Aşağıdakılardan hansı inkişaf sahələri daxilində inteqrasiya nümunəsidir? İnkişaf sahəsi daxilində inteqrasiya şaquli inteqrasiyanın xüsusiyyətindən götürə bilərsiniz də eyni dəsində. Düzdür, daha çox termin olaraq inkişaf sahəsi daxilindən istifadə edək və yaxud da inkişaf sahələri arası. Amma əvvəl də necə öyrənirdik? İnteqrasiya şaquli və üfüqi deyə. İndi istəsəniz əlaqələndirərək yadınızda saxlamaq üçün yadda saxlayın ki, şaquli inkişaf sahəsi daxilində, üfüqi inkişaf sahələri arası inteqrasiyadır. Yaxşı, bax, əlaqə üçün bundan istifadə edə bilərsiniz. Deməli, burada inkişaf sahələri daxilində inteqrasiyanı deyirsə, yəni şaqulin xüsusiyyətini axtarmalıyam. İnkişaf sahəsi nitq inkişafı və məntiqi təfəkkürün birləşməsi. Nitq inkişafı idrakin iç ikisindədir, məntiqi təfəkkür də iç üzündədir. Gördüyünüz kimi məzmun xətti eynidir deyə, eyni inkişaf sahəsidir. İkisi də idraçdır. Telefon gəlirmi? Niyə də gəlməsin? Əlbəttə. Sonra kiçik motorika və savad təlimi. Kiçik fizikidir, savad təlimi də ikidir. Elə məzmun xətlərini qeyd etdim. Fərqlimi inkişaf sahələrdə? Əlbəttə. Ona görə bu səhvdir. Sonra sosial və nitq bacarığı. Sosialdır, nitq fərqlidir mi? Əlbəttə. Yola çıxdıq. Fiziki və məntiqi təfəkkür. Yenə. Nə oldu? Yenə fərqli inkişaf sahələri. Sonra estetik və riyazi. İşte. Yenə inkişaf sahələrinin qeyd normalda 2.3-dür bu. Yəni inkişaf sahələri. Deməli, görürsünüz, yenə məzmun xətti burada 3-dür, burada 2-dir. Fərqli inkişaf sahələri arasıdır. Bunlar uyğun gəlir. Hansı oldu? A variantı. Yəni 2-dən 2. Düzdür? 2.2 ilə 2.3. Sonra deməli, uşağın sağlamlığı yaxşıdır kimi meyar niyə yanlışdır? İnklüziv təhsil olduğu üçün, ölçülə bilməyən meyar olduğu üçün, İnklüziv təhsil olduğu üçün nə əlaqə? Meyardır da. Sadəcə sanki ölçə bilmərik. Sağlamlığı yaxşıdır, konkretdirmi ki? Konkretdir, yəni dəqiqdir. Anlaya bilərik hansı sağlamlıqdan bəhs etdin, hardadır o sağlamlıq, nədən bəhs edirsən, nə yoxladın ki, nə biləsən ki, hansı sağlamlıq. Düzdür? Yəni bu biraz belə ümumi bir meyardır. Bu doğru deyil. Daha xüsusi konkret olmalıdır. İnklüziv təhsil olduğu üçün əlaqəsizdir, ümumiyyətlə. Yanlışdır. Çünki uşağın sağlamlığı yaxşıdır deyir. Nə deyir? Pis uşaqlarla, uşaqlar arasında nəsə fərq qoymur və yaxud onları təcrid etmir. Də inkluziv təhsilin tələbinin pozuntusu üçün bir meyar yoxdur burada. Onun üçün yanlışdır. Ölçülə bilməyən meyar olduğu üçün, bax bu biraz öncə dediyim, ölçülə bilməyən, bəli, ölçülə bilmir. Necə ölçün bunu? Yaxşılığını, yəni həmçinin nəzərə alın ki, mən həkim deyiləm. Yazdım ki, sağlamlığı yaxşıdır. Necə gedim onu ölçüm? Bu doğru deyil. Yəni mən fiziki inkişaf, sağlamlıq və təhlükəsizliklə bağlı uyğun, məsəl üçün, məqsədlər və ona uyğun meyarlar çıxartmalıyam da, elə düşünün. Təsəvvür edin ki, mən məqsədə yazıram, uşağın sağlamlığı yaxşıdır. Məqsəd kimi heç bu qəbul ediləndə xeyr. Bəs meyar kimi necə qəbul edim? Bu da olmaz. Ona görə bax bu əlaqə ilə yadda saxlayın ki, bunu məqsəd kimi yaza bilmirəmsə, nə üçün? Ölçülə bilməyən üçün. Yəni ölçə bilməyəcəm. Necə qiymətləndirim bunu? Mən həkiməm, durmuşam, müayinə edim, xeyr. Ona görə bax bu uyğun variant. Səbəblə götürük də bilirsiniz. Sonra şəxsi inkişafı olduğu üçün xeyr, səbəb deyil bu qətiyyən, şəxsi inkişafla bağlı deyil də. Burada əsas belə deyim, uşağın inkişafını izləməkdir. Yəni bu yanlışdır. Sağlamlıq haqqında məlumat olduğu üçün bu ümumi anlayışdır. Ümumiləşdir və əsas problemi gözləmir. Biz əsas problem odur ki, bax mən məqsəd deyək ki, belə yazmışam, uşağın sağlamlığı yaxşıdır. Mən bunu axı qiymətləndirə bilməyəcəm. Smartın M-i pozulacaq. Smart var. S-M-A-R-T. Bax, oradakı M pozulur, M-in tələbi. Çünki ölçülə bilmir. Məqsəd smarta uyğun olmalıdır axı. Bax, bu amma ölçülə bilmir deyə biz onu qiymətləndirə bilməyəcəyik. Ona görə yanlışdır. Sağlamlıq haqqında məlumat olduğuda bu da ümumi anlayış deyil, səhvdir. Bizə əsas konkret, əsas problem lazımdır, o da bu edər. Tibbi anlayış olduğu üçün bu düzgün deyil. Tibbi anlayışla bağlı deyil. Sən məqsədli müəllim olaraq səhv qoymusan. Sən meyarı səhv çıxartmısan. Problem məndədir. Ona görə bax, bu da yanlış yanaşmadır. Bu da doğru deyil. Doğru variantımız belədir. İndi oyunu bitiririk. Çünki maraqlı və yeni fəaliyyət başlayacaq. Bu hansı yarışmadır? Nizamlı keçid, gözlənilən keçid, daha sonra məcbur edici keçid, nəzarət edici keçid, motivasiya edici keçid. Bax, nizamlı keçidlə nəsə ardıcıl nizam demir də, yəni sadəcə nizam yoxdur burada. Burada əsas nədir? Görün, deyir, indi oyunu bitiririk. Çünki maraqlı, yeni fəaliyyətə başlayacaq, maraqlı və mənə maraqlıdır. Məndə də maraq yaranır, görürsünüz. Həvəslənirəm, görəsən nə maraqlı fəaliyyətə keçid edirik, nə gözləyir məni, sürpriz var da, sonda elə düşünün. Öncə sürprizə görə mən həvəslənəcəm.
Bu deyil. Gözlənilən keçid gözləmə deyil axı. Burada əsas vurğu onda deyil. Vurğu deyil. Məcbur edici. Harda məcburiyyət var? Məcbur yoxdur. Əslində həvəsləndirir. Nəzarət edici keçid. Düzdür, nəzarət edici deyil müəllim? Nəzarət edici ilə bağlı deyil axı. Demir müəllim nəzarət edir, keçidlər arasında bunu edir, bunu edir. Burada əsas vurğu müəllim deyir ki, uşaqlar, bax indi oyunu bitiririk, amma daha maraqlı, daha əyləncəli fəaliyyətə keçid edirik. Uşaqlar da həvəslənir. Deyir ki, görəsən nə gözləyir bizi? Ona görə Y variantı düşünürəm ki, ən uyğundur. Yəni motivasiya edici. Çünki uşaqları həvəsləndirir. Sonra müəllim valideynləri prosesə cəlb etmir, yalnız məlumat verir. Bu nəyə gətirib çıxarır? Məlumat baxımından ən doğru cavab düşünürəm ki, D variantıdır. Niyə? Çünki baxın, müəllim valideyni prosesə cəlb etmirsə, biz bunu özümüz təlim fəaliyyətimizdən əlaqələndirək uşaqlarla. Mən uşaqları fəaliyyətə cəlb etmirəm. Yəni, nə edirəm? Yalnız məlumat verirəm. Bu zaman hansı təlim modelinə istinad edirik? Pasiv. Görürsünüz, pasiv təlim var idi, interaktiv, pasiv. Bax, o pasiv təlimində elə əsas xüsusiyyət kimi bunu verir. Deyir, müəllim sadəcə məlumat ötürür, uşaqları prosesi cəlb etmir. Nə olur o zaman? Uşaqlar pasiv mövqedə qalır. Düzdür, obyekt kimi qəbul edilir. Yəni, biz onların subyekt kimi prosesdə iştirakını təmin etmirik. Düzdür, bu zaman uşağın iştirakı zəifləyirmi? Əlbəttə zəifləyir. Çünki mən pasiv kimi, bir obyekt kimi sadəcə kənardan oturub müşahidə edirəm, sadəcə dinləyirəm. Biri də var ki, müəllim mənə də söz haqqı verəndə, məni də prosesi cəlb edəndə mən daha həvəsli oluram. Mən daha çox can atıram, iştirak edim, daha çox fəal oluram. Baxın, elə bu məntiqlə yanaşsaq, doğru variant D variantıdır. Digərlərini də baxaq. Ünsiyyət çatışmamazlığını, bəli, ünsiyyət çatışmamazlığını da dedim, izah edə bilərəm. Lakin əsas vurğu, əsas problem ondadırmı? Əsas problem onda deyil axı. Çünki burada nədən bəhs edir? Deyir, sadəcə məlumat verir, amma prosesi cəlb etmir. Prosesə cəlb etməkdə, yəni subyekt kimi iştirakını təmin etmir. Yəni valideyn sadəcə dinləyici qismdədir. İzah edə bilirəm. Ona görə ünsiyyəti ön plana çəkmir də. Deyək ki, əsas danışığı caz vurğulayır. Deyir, sadəcə özü danışır. Sadəcə özü danışır vurğulasaydı, bəli, əsasən bunu götürə bilərdik. Amma burada görürsünüz, başlanğıc cümlədə deyir ki, müəllim valideynləri prosesə cəlb etmir. Düzdür, deməli, əsas problemimiz budur. Təlimdə inteqrasiya zəifliyinə, inteqrasiya qətiyyən əlaqəsizdir. Hansı inteqrasiya, hansı təlimdə doğru deyil. Planlaşdırma aparılmasının çətinliyinə, planlaşdırma, yəni uyğun gəlmir axı. Burada planla bağlı heç bir məsələ yoxdur. Burada əsas prosesin iştirakçısından danışırıq ki, yəni nə etməliyəm? Sonra valideyn iştirakının zəifliyi bəli. Mən əgər ki, sadəcə dinləyici mövqedə olsam, əlbəttə ki, zəifləyəcək. Y variantında nədir? Valideynlərin rəyləri anlamaqda çətinlik çəkirlər. Baxın, əsl Y variantı nəyə görə doğru gəlmir? Valideynlərin deyir, rəyi anlamaqda çətinlik, məlumatı mən onsuz da konstruktiv şəkildə verirəm də, çox güman ki, düzdür? Çünki burada demir, destruktiv terminlərdən istifadə edir. Bax, çətinlik nə zaman çəkərəm? Əgər ki, müəllimin nitqi aydın olmazsa, yəni müəllim sadə sözlərdən istifadə etməzsə, yəni yalnız terminlərdən danışarsa, bəli, mən anlamaram. Düzdür? Bax, elə məntiqə yanaşaq. Təsəvvür edin ki, mən uşaqlardan ancaq terminlə danışıram. Deyirəm ki, bu belə oldu, diferensial belə, nə bilim, bu belə, konstruktiv belə, nəticə yönümlü belə. Uşaq bu sözlərin mahiyyətini bilmirsə, əlbəttə ki, mənim rəyimi heç nə anlamayacaq. Düzdürmü? Bax, bunu nitqlə də əlaqələndirin, anlayacaqsınız. Biri də var ki, mən izah verirəm konstruktiv şəkildə, həmçinin sadə nümunələrdən ki, qarşı tərəfə anlaşıqlı olsun. Deyirəm ki, bax, əslində burada belə edirik, burada belə edirik. Valideyn mənim sözümü niyə anlamasın? Niyə başa düşməsin? Mənə izah edin. O zaman mən əməkdaşlığı necə təmin edərəm? Normal şəraitdə götürsək, valideynlə əməkdaşlıq edirik, ona nə isə izah edirik. Əgər ki, mən sadə dildə danışıram, valideyn məni anlamırsa, bu əməkdaşlıq necə olur? Düzdür? Ona görə yadda saxlayın ki, bax, burada əsas vurğu rəydə deyil. Rəydə, misal üçün, valideyn desə ki, müəllim terminlərdən istifadə edir, yalnız terminlərə istinad edir. Bəli, mən elə birbaşa düşündə gedib götürərdim. Amma burada termini vurğulamır. Valideynin pasiv iştirakını vurğulayır ki, valideyn pasiv mövqedə. Pasivdəki əlbəttə ki, iştirakımı zəiflədəcək. D variantı doğrudur. Bunu da açıqladı. Keçək 20-yə, sonra çatırıq. Dərindən nəfəs alıb biraz yorğunluğunuzu ata bilərsiniz. 20-də deyir ki, valideynlə müəllim arasında fikir ayrılığı davam edərsə, müəllim nə etməlidir? Variantda deyir, tərbiyəçi müəllim və valideyn öz aralarında müzakirəni davam etdirməlidir. Bu zaman məsələ uzanır. Yəni, emosional konflikt uzanacaq. Müzakirə nə vaxta qədər? Mən deyirəm, o deyir, mən deyirəm, o deyir. Əlbəttə ki, söhbət uzanır və heç bir nəticəyə gəlmirik. Ona görə düşünürəm ki, A variantı doğru olmaz. Düzdür. Deyir, tərbiyəçi müəllim valideyn ilə bütün əlaqələrini dayandırmalıdır. Bütün əlaqələrini dayandırmaq sanki mən
küstüm sizdən, qaçıram yanaşmasıdır. Düzdür, olarmı ki, qətiyyən olmaz. Yəni bu zaman qeyri-peşəkar yanaşırıq. Həm öz vəzifəmizi pozuruq, həm valideynin hüquqları pozulur birbaşa. Olmaz qətiyyən. Çünki biz təşəbbüs ələ almalıyıq, biz cəhd etməliyik, məlumat ötürməliyik, əməkdaşlığı mütəmadi təmin etməliyik. Bu bizim borcumuzdur. Yəni əslində məcburuq. Ona görə peşəkarcasına düşünüb addım atmalıyıq, amma mən deyirəm ki, mən küstüm, mən danışmıram. Sizinlə əlaqəmdə dayandıram. Olarmı ki, arxama da baxmadan qaçıram. Olmaz. Sonra tərbiyəçi müəllim deyir, üzdə razılaşdığını göstərməklə kompromisə getməlidir. Üzdə razılaşmaq yəni ikiyüzlü yanaşmaq kimidir. Yəni saxta razılaşmadır. Problem əsas kənarda qalır, heç bir nəticəyə varmır. Ona görə bu da səhvdir. C-ni saxladım, C-ni sonra deyəcəm. Valideyni pedaqoq kimi onun mövqeyinə və ya nüfuzuna hörmət etməyə çağırmalıdır. Yəni çağırmalıyam ki, mən sizdən üstünəm. Misal üçün mən müəlliməm, siz kim olmusunuz, məndən nə istəyirsiniz, özümü qaldıram, dağın başına qoyuram və misal üçün özümü ondan üstün sayıram. Bu zaman daha çox konflikt böyüyəcək. Valideyn deyəcək, sən kimsən, mənə bu sözləri deyirsən və s. Düzdürmü? Bax, loru dildə desək və konflikt daha çox böyüyür. Ona görə problem yenə qətiyyən həll olmayacaq. Həm də bunlarını ki deyim, mən müəlliməm, tanımırsınızmı, məndən belə danışırsınız. Və yaxud da elə də deyil, elə deyil. Deyirəm, bax, mən müəlliməm, məndən yaxşı biləcəksiniz və s. Yəni, qarşı tərəfi alçaldıram, özümü qaldıram yuxarılar, olmaz. C variantında isə, bax, C variantları variantında deyir, tərbiyəçi müəllim üçüncü tərəfi, rəhbər mütəxəssisi cəlb etməlidir. Bəli, bu obyektiv həldir. Yəni, ümumi şəkildə, misal üçün, həll edirik məsələni. Biri var, mən deyəm, o deyəm, mən deyəm, heç bir razılaşma olmayacaq, heç bir nəticəyə gəlməyəcək və daha çox problem böyüyəcək. Amma ikinci tərəfi, yəni üçüncü tərəfi daha doğrusu cəlb etsəm, əlbəttə ki, burada düşünürəm, məsələ daha asan həll olunacaq və elə açıq havada oyunların PDF-ində də bu cümlə qeyd olunmuş, doğrudur. Sonra sıralama bacarığının nitqin inkişafına təsiri nədən ibarətdir? Sıralama yəni ardıcıllıqdır. Ardıcıllığın xüsusiyyətini axtarmalıyıq və nitqlə idraki inkişaf sahəsinin nitqinin xüsusiyyətlərindən variantda oxuyuram. Söz ehtiyatını artırır deyir. Söz ehtiyatını artırır, bu dolayı təsirdir. Yəni, əsas deyil, əsas təsiri yoxdur. Söz ehtiyatını daha çox artırır, misal üçün, yeni sözlər öyrənmək, misal üçün, nəyisə adlandırmaq və s. Amma burada ondan bəhs olmur. Ona görə bu doğru deyil. Növbə gözləmək bacarığını inkişaf elətdirir. Növbə gözləmək daha çox sosial bacarıqdır. Nitqlə və yaxud da idraçla əlaqəsi yoxdur. Düzdür? Ona görə bunu da çıxıram. Sonra sıra sayıları və rəqəmlər haqqında bilik formalaşdırır. Sıra sayıları və rəqəmlər haqqında bu riyazi sahədir, yəni riyazi sahə ilə əlaqəlidir. Amma bizə nitqin inkişafına təsir göstərməsi, yəni idraki inkişaf sahəsinin nitqin xüsusiyyətlərini variantda axtarıb tapmalıyıq. İlk sıralama ilə bağlı. Ona görə bu da doğru deyil. Sonra puzzleları danışaraq qurmaq bacarığı inkişaf elətdirir. Bu uyğun gəlmir. Niyə? Çünki puzzle qurmaq daha çox diqqətə, daha çox təfəkkürə və harca arxa planda nitqlə əlaqəlidir, amma orada da ardıcıllıqla bağlı əsas vurğu qeyd olunmayıb. Düzdür? Çünki burada sıralama bacarığının nitqə deyil təsiri nədən ibarətdir? Və mən baxıram, görürəm geriyə nə qaldı? Və oxuduqca görürəm ki, cümlə qurma, nitq, hekayə danışma, nitq. Deməli, ən uygunu ilə bu variant olacaq. Niyə? Çünki sıralama ardıcıllıq, sıralama ilə ardıcıllıq eynidir. Və mən cümlə qurarkən ardıcılığı gözləməliyəm, hekayə danışarkən ardıcılığı təmin etməliyəm. Düzdür? Sıralama bərabərdir. Ardıcılıq, bax, elə bundan bəhs olunur. Yəni, cümləni qurarkən ardıcılıq, hekayə danışarkən ardıcılıq təmin olmalıdır. Yəni, sıralamaya diqqət yetirməliyəm. Ona görə doğru biləcək. Sonra 22-də deyir ki, səbəb nəticə ardıcılığını inkişaf etdirmək üçün hansı sual düzgündür? Səbəb nəticə nədir? Yəni, misal, bunu etdin, sonra nə oldu? Birinci bunu etdin, daha sonra nə etdin? Bu kimi suallar olmalı, düzdür? Yəni, bu sualın cavabını tapmaq üçün biz variantları oxumalıyıq ki, görək nədən bəhs olunur. Bunu edən zaman nə düşündün? Bunu edən zaman nə düşündün? Reaksiyadır. Yəni, daha çox reaksiyasını öyrənməyə çalışıram. Bu deyilsin ki. Bunu etməyinin məqsədi nə idi? Məqsəd, yəni, niyyətini soruşuram. Yenə səbəb nəticə deyil. Düzdür? Səbəb nəticə varmı? Xeyr. Düşünürəm ki, bu da deyil. Bunu edərkən nə hiss edirdin? Emosiyalarını yenə soruşuram. Bax, burada reaksiya idi, burada misal üçün niyyətdir, burada da emosional. Nə hiss edirdin? Bunların nə məqsəddən istifadə edə bilərəm? Misal üçün hisslərini tanıtmaq məqsədi ilə və s. Uşaq öz emosiyalarını tanısın. Amma burada sərf elə deyil axı. Burada idrakinin səbəb nəticə ardıcılığını müəyyən etməsini tələb edir. Ona görə bu da deyil. Hiss edir. Emosiyalar burada doğru gəlmir. Ən çox hansını bəyəndin? Ən çox
Hansını bəyəndin, seçimlə əlaqəlidir. Yəni seçəcəkdə hansını daha çox bəyəndin. Bu da səbəb nəticə deyil, düzdürmü? Bu da uyğun gəlmir. Ona görə bunu çıxır. Geriyə qalır əvvəl nə etdin, sonra nə oldu? Bəli, səbəb və nəticə əvvəl etdin, sonra nə oldu? Səbəb və nəticə. Düzdür? Məntiqdir də. Çünki səbəb nəticə ardıcıllıq nəticədir də. O təmin olunmasının bəhs olunur. Ona görə rivayət doğrudur. Əvvəl nə etdin? Səbəb. Sonra nə oldu? Nəticədir. Baxın, bir variant. Sonra hansı yarpaq böyükdür? Sualı hansı bacarığı inkişaf elətdirir? Hansı yarpaq böyükdür? Bu müqayisə etmə bacarığını uşaqlarda inkişaf elətdirir. Düzdürmü? Müqayisə edilmə, əlbəttə. Yəni hansı böyükdür, hansı kiçikdir, bu müqayisə etmə bacarığını uşaqda inkişaf elətdirir. Və variantlara baxanda nitqin inkişafı deyil, sosial bacarıqları sosiallıqla əlaqəli deyil, fiziki bacarıq fiziki sahə ilə əlaqəli deyil, emosional bacarıq emosional sahə ilə əlaqəli deyil. Geriyə müqayisə bacarıq qalır. Bəli, hansı böyükdür, hansı kiçikdir, hansı uzundur, hansı qısadır və s. Əsasən də bunları misal üçün kiçik yaş qrupunda istifadə etmək olar. Düzdür? Ta 1-3 yaşında, misal böyükdür, kiçikdir, uzundur, qısadır, bu kimi bacarıqları uşaqlarda inkişaf elətdirməliyik. Və bu verilən nümunədə bu variantda əks olunur. Hansı böyükdür, uşaq müqayisə edir və nəticəyə gəlir ki, bu böyükdür və yaxud kiçikdir. Sonra yalnız bəli, xeyr sualların təsiri nədir? Uşaqlar yalnız bəli və xeyr sözlərindən istifadə edirsə, bu zaman nə olur? Yalnız bəli, xeyr. Nəzakət qaydaları öyrədilir. Nəzakət qaydalarının əlaqəsi varmı? Yəni hər hansı bir əlaqəsi var? Xeyr. Çünki burada nitqlə bağlı verilən situasiya nitqə aiddir. Doğru deyil, çünki nəzakətlə bağlı heç bir vəziyyət verilməyib. Öyrədici mühit yaradılır. Hansı öyrədici mühit? Nəyin izahı var? Nəyin maarifləndirilməsi var? Bu yenə əlaqəli deyil. Sonra təsirindən həmçinin danışır, mahiyyət də deyir. Yəni deyir uşaq yalnız bəli, xeyr suallarına cavab verirsə, yəni qapalı sualdan istifadə edirsə, qısa lakonik cavablı suallar. Deməli bunun təsiri nədir? Uşağa öyrədici mühitin yaradılması deyil. Nitqin inkişafı və düşünmə məhdudlaşır. Bəli, çünki biraz öncə dedik ki, uşağın nitqin inkişafı üçün açıq suallar verilməlidir. Bəli, əlbəttə differensiallığı nəzərə ala bilərəm, əziz müəllimlər. Təsəvvür edin ki, mən asosial uşağam və yaxud utanğac uşağam, fikirlərimi ifadə edə bilmirəm. Və nitqimdə hər hansı bir məhdudiyyət var. Düzdürmü? Özümü ifadə edə bilmirəm, çətinlik çəkirəm. Birdən-birə mənə açıq sual versəniz, əlbəttə ki, mən onu cevablaya bilməyəcəm və özümə inanım azalacaq. Amma yavaş-yavaş ilk başlarda qapalı sual istifadə edib, sonra yavaş tədricən onu artıq açıq suallara çevirsəniz, bəli, bu zaman mənim inkişafımı da müşahidə etmiş olacaqsınız. Bu öz yerində. Amma mütəmadi qapalı sualdan istifadə etmək bu uşağın inkişafını məhdudlaşdırır. Nitq baxımından da, düşüncə baxımından da. Ona görə bu doğru deyil. Çünki biraz öncə dedik ki, açıq sual həm tənqidi təfəkkürü inkişaf elətdirir, həm nitqi də əlbəttə inkişaf elətdirir. Ona görə doğru variant C variant. Uşağın nitq inkişafı və düşünməsi məhdudlaşır. Bəli, xeyr, doğru deyil. Sosial bacarıqlarını inkişaf etdirir. Xeyr, sosiallıqla bağlı heç nə deyil. Burada sırf nitqdən bəhs olunur. Yaxşıdır. Bir də uşaqlar suala daha aktiv və tez cavab verir. Tez cavab verə bilərmi? Əlbəttə. Amma səthi aktivlikdir. Yəni burada o belə qeyd etdim, uşağın inkişaf olunduğunu müşahidə etmirik. Burada sadəcə lakonik, yəni qısadır, asandır deyə tez cavab verir. Amma səhərsi gün o hər hansı bir vəziyyətlə qarşılaşanda orada özünü ifadə edə bilməyəcək. Yəni inkişaf olunmur. Şəxsi keyfiyyətləri formalaşdırmırıq. Bugünkü təhsilin tələbləri reallaşmır. Ona görə bu da yanlışdır, doğru deyil. Sonra sonuncu sualımız sərbəst fəaliyyətdə həddindən artıq nə yaranır? Bax, biraz öncə yuxarıda da vardı bundan bağlı bir sual. Sərbəst fəaliyyətin dediyi əsas məqsədi uşaqda nəyi formalaşdırmaq? Müstəqilliyi, uşağın özünə inamını artırmaq, müstəqilliyini, sərbəst işləmə bacarıqlarını inkişaf elətdirməkdir. Və mən mütəmadi müdaxilə etsəm, uşaq məndən asılı vəziyyətə gəlir və artıq müstəqil heç nə edə bilməyəcək. Yəni, səriştələrdən də müstəqil öyrənmə bacarığını da əlindən almış oluruq. Yəni, mütəmadi istəyəcək ki, biz ona kömək edək, kimsə ona dəstək versin və s. Tam bir şəxsiyyətə çevirə bilməyəcək. Ona görə bu doğru addım deyil. Mütəmadi müdaxilə yanlışdır. Biz ümumiyyətlə müdaxilədənsə yön istiqamət verməliyik, o da mütəmadi deyil. Yəni, yavaş-yavaş uşağın müstəqilliyini dəstəkləyəcək fəaliyyətlər təşkil etməliyik. Ona görə müdaxilə birbaşa müstəqilliyi azalıyor. Fiziki inkişaf artır, qətiyyən. Fiziki inkişafla nə əlaqəsi yanlışdır? Nitqi inkişaf edir. Nitqlə bağlı heç bir söz demir axı. Ümumi vəziyyət yaradıb deyir, bunun təsiri nədir? Yanlışdır. Sosial bacarıq inkişaf edir.
sosial bacarıq artır. Bu da əlbəttə yanlışdır. Riyazi bacarıqlar azalır. Riyaziyyatla bağlı yeni heç bir, yəni ümumi problemi əks elətdirən A variantıdır. Müdaxilə uşağın birbaşa müstəqilliyini azalır. Belə əziz müəllimlər,